Kanal izləyiciləri, bugün sizi Xırdalanı mərkəzdə Heydər Əliyev Parkının yanında dayanacaqla arası 20 metr məsafədə olan 12 mərtəbəli binanın 3-cü mərtəbəsində 93 kvadratdan ibarət 2 qanuni 2 otaqdan 3 otağa düzələn mənzillə tanış edirik. Kombisi var, kubçası var, ipotekaya yararlıdır. Qonaq otağından başladıq çəkilişə, göstərik qonaq otağının. Keçirik 2 yataq otağı, 1 mətbəxindən tanış edəcəyik. Bu da yataq otaqlarından biridir. Eyvanıdır. Bu da kombisidir. Keçirik. Geniş belə bir 3-cü yataq otağı ilə tanış edirik sizi. Bu da mətbəxidir. Bütün pəncərələr mövcuddur. Bütün otaqlarda öz pəncərəsi var. İşıqlı mənzildir, orta təmirlidir, kubçalıdır. Bu da uzun dəhlizidir. Sadəcə sanitar qovşaqlar da ayrı-ayrılıqdadır. Sadəcə işıq yanmadığına görə biz onu sizə təqdim edə bilmirik. Sanitar havanı təqdim edə bilərəm. Orada qaranlıqdır. İkinci baxın. Bu da sanitar qovşağıdır. Yerləşdiyi yer Xırdalanı mərkəzdə Heydər Əliyev Parkının yanında. 12 mərtəbəli binanın 3-cü mərtəbəsində 93 kvadratdan ibarət kubçalı mənzil. 2-dən 3 otağa düzəlib. Kubçası var, ipotekada yararlıdır. Sizin də əmlakınız varsa satışda buyurun bizə müraciət edin. Kanalımıza baxdığınıza görə təşəkkür edirik. Abunə olmağı unutmayın. Qiyməti aşağıda qeyd olunacaq.